Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əziz izləyicilər, əziz müsəlmanlar, sizləri İlahi Xitablar verilişindən salamlayıram. Bugünkü mövzumuz Bəqərə surəsinin 104-cü ayəsi barəsində olacaq inşallah. Bəqərə surəsinin 104-cü ayəsi Qur'an-ı Kərimdə ilk olaraq iman əhlinə xitab edərək başlamışdır. Ümumi olaraq Bəqərə surəsində 11 ayədə Allah Teala "Yə əyyuhəl-ləzīnə əmənu" deyərək möminlərə xitab etmişdir. Bu xitablar ümumi olaraq möminlərə fərdi, ictimai, ibadi, siyasi və sair mövzularda göstəriş vermişdir. Maraqlıdır ki, Bəqərə surəsinin 104-cü ayəsində yerləşən ilk xitab elə xitab barəsində, danışıq barəsindədir. Ayədə oxuyuruq ki, müsəlmanlar xoş niyyətlə, xoş qəsdlə Həzrəti Peyğəmbərə ra'ina deyərək müraciət edirdilər. Ərəb dilində ra'ina sözü bizi qoru, bizdə gözün ol, bizə nəzər et, bu kimi mənalarda işlənir. Lakin eyni məna ra'ina kəlməsi İbrani dilində bizim çobanımız, ey səfih və sair mənfi mənaları da işlənirdir. Müsəlmanlar heç bir formada ra'ina kəlməsini bu mənada, yəni mənfi mənada Həzrət Peyğəmbər barəsində işlətmirdilər. Lakin yəhudilər müsəlmanların bu iki başlı sözündən öz mənalarını qəsd edərək onları ələ salırdılar. Lağ edirlər ki, müsəlmanlar öz peyğəmbərlərinə hansı kəlmədən istifadə edir, hansı sözü öz peyğəmbərləri barəsində işlədirlər. Ona görə Allah Teala bu ayəni nazil edərək möminlərə belə xitab edir. Yə əyyuhəl-ləzīnə əmənu, lə təqulu ra'inə. Ey iman gətirənlər, ey Həzrət Peyğəmbərin ümməti, ra'ina kəlməsi deməyin. Yəni, Peyğəmbəri hər hansı bir məsələyə görə çağırdıqda, səslədikdə bu kəlmədən istifadə etməyin. Bəs hansı kəlmədən istifadə edin? Allah Teala onu da vurğulayır. Və qulu unzurna. Bəlkə deyin ki, ey Rəsulallah, bizə nəzər et, bizə diqqət et. Yəni, ra'ina kəlməsinin yerinə unzurna sözündən istifadə edin. Ayənin davamında Allah Teala möminlərə təkid olaraq buyurur ki, vəsmə'u, bu göstərişi eşidin. وَلِلْكَافِرِينَ عَذَابٌ əlim. Həqiqətən də kafirlərə ağırlı əzab vardır. Baxın, əzizlər, Qur'an-ı Kərimdə ilk yer alan, yəni Bəqərə surəsinin 104-cü ayəsində bu xitab möminlərə bu sözü deməyin, o sözü deyin deyə xitab olunur. Deyə bilərsiniz ki, bir sözün nə qədər önəmliyi var, nə qədər əhəmiyyətlidir. Allah Teala bu məsələ ilə ilk olaraq möminlərin həm imanını imtihan etmək istəyir, həm də iman əhlinə bunu başa salmaq istəyir ki, düşmənin əlinə balaca, kiçik də olsa heç bir formada bəhanə vermək lazım deyil. Möminlər ona görə imtihan olunur. Əvvəlki bəhslərdə dediyimiz kimi, ey iman gətirənlər ayəsi Mədinədə nazil olmuşdur. Yəni, müsəlmanlar Məkkədən Mədiniyə hicrət etdikdən sonra, İslam ölkəsi qurulduqdan sonra, müsəlmanlar bir ümmət halına gəldikdən sonra bu ayə, bu xitab forması möminlərin halına şamil olmuşdur. Demək, möminlər sadə məsələlərlə ilk formada imtihan olundu. Yəni, bunu deyin, onu deməyin. İkinci səbəb isə dediyimiz kimi, Allah Teala buyurur ki, düşmənlərin əlinə heç bir bəhanə vermək lazım deyil. Hətta kiçik bir söz olsa belə, düşmən ondan İslamın əleyhinə, müsəlmanların əleyhinə istifadə edirsə, müsəlmanlar heç bir formada buna icazə verməməlidirlər. Ayədə eyni zamanda biz bunu başa düşürük ki, yəhudilər peşəkar təhrifçidirlər. Yəni, bir sözü İki mənalıdır, yəni İbrani dilində mənfi mənası da var, müsbət mənası da var və eyni zamanda ərəb dilində müsbət mənası var. Baxmayaraq ki, öz dillərində də müsbət məna var,
gedirlər o mənfi mənanın sorağına. Bu barədə Allah Teala Bəqərə surəsinin 104-cü ayəsi ilə əlaqədar olan ayə ilə Nisa surəsinin 46-cı ayəsində buyurur ki, Yahudilərdən bəziləri sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə, İslama, müsəlmanlara tənə vurmaq məqsədi ilə sənə qarşı eyrəs olum deyərlər. Eşitdik və asi olduq. Eşit, eşitməz olasan, kar olasan və rainə deyərlər. Bu ayədə də Nisa surəsinin 46-cı ayəsində də Yahudilər özləri Peyğəmbərə rainə kəlməsindən istifadə edirlər. Yəni, necə ki, müsəlmanlar rainə deyərək Peyğəmbərə müraciət edirlər və onların niyyəti yaxşı idi, Yahudilər də rainə kəlməsindən öz qəsd etdikləri, yəni mənfi mənada istifadə edirlər. Ona görə Allah Teala bunları əzabla təhdid edir və bunları düşünməz bir qövm, millət adlandırır. Buna görə əzizlər, biz deyə bilərsiniz ki, niyə görə kiminsə xoşuna gəlməsə hər hansı bir əqidədən əl çəkməliyik? Məsəl üçün, bu günlərin bəzən görürsən ki, İmam Hüseyin əleyhissalamın əzadarlıq məclisi olsun və sair məclislər olsun, insanlar şəriətin və yaxud hər hansı böyük alimin bəyənmədiyi formada əzadarlıq keçirilir. İstər sinə vurmaq olsun, istər və sair mərasimlər olsun. Deyəndə ki, bu iş şiyyəliyi, müsəlmançılığı gözdən salır, bundan çəkinmək lazımdır. Belə cavab verirlər ki, kiminsə xoşuna gəlmirsə, mən öz əqidəmdən, öz imanımdan, dini əməllərimdən əl çəkməliyəm. Baxın, məsələ belə deyil. Bəli, biz müsəlmanlar öz əməlimizə, öz əqidəmizə hər zaman sadiq qalmalıyıq. Lakin dində bir sabit məsələlər var, bir qeyri-sabit məsələlər var. Sabit məsələ namazdır, orucdur, hicabdır və s. Kimin xoşuna gəldi, gəlmədi, bir müsəlman bunlara tam olaraq yerinə yetirməlidir. Buna etiqad bəsləməlidir və cəmiyyətdə göstərməlidir. Amma bəzi məsələlər qeyri-sabitdir. Yəni, nə Quran ayəsi var, nə məsumların göstərişi var. Məsəl üçün, dediyim kimi, Aşurada, Mühərrəm ayında bəzi mərasimlər. Bunların heç bir formada arxasında nə ayə var, nə hədis var. Bir cəmiyyətin mədəniyyətidir, bir cəmiyyətin adət-ənənəsidir. Yəni, bunu dəyişmək, dini dəyişmək anlamına gəlmir. Əgər bu, mənim bu adətim, bu ənənənəm səbəb olur ki, şiyyəliyi, müsəlmançılıq gözdən salınır, mən bunu dəyişməliyəm. Necə ki, bir kəlmə üzərində Allah Teala bu qədər həssasdır, deyir ki, bu kəlməni deməyin, o kəlməni deyin. Niyə görə? Din məsxərə olunur. Dinin həqiqəti insanların əlindən, insanların düşüncəsindən uzaqlığa, təhrifə tərəf gedir. Buna görə Allah Teala bununla biz müsəlmanlara da bir növ xitab edir ki, siz də nə dediyinizə, nə danışdığınıza diqqət edin. Düşmən sizin danışığınızdan, əməlinizdən İslama qarşı, digər müsəlmanlara qarşı istifadə etməsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.